Qanuna uyğunluğu müəyyənləşdirin və sual işarəsinin yerinə yazılmalı ədədi tapın. Bu məntiq testi qeyri-aşkar operatorlar mövzusuna aiddir. Burada gördüyümüz rombun daxilində gizlənmiş qanuna uyğunluğu müəyyən etməliyik. Məsələn, 8 və 9 ədədləri arasında elə bir riyazi əməllər yerinə yetirilmişdir ki, nəticədə 13 ədədi alınmışdır. Və həmin riyazi əməllər bütün sətirlərə uyğun gəlməlidir. İndi isə gəlin bu riyazi əməlləri tapmağa çalışaq. Diqqət yetirin dostlar, hər bir xanadakı ikinci rəqəm 3-ə bölünür. 9 da 3-ə bölünür, 21 də 3-ə bölünür, 15 də 3-ə bölünür və 3-ün özü də 3-ə bölünür. İndi gəlin ikinci ədədlərin hər birini 3-ə bölək. 9-u 3-ə böləndə 3 edir. 21-i 3-ə böləndə 7 edir. 15-i 3-ə böləndə 5 edir. Və sonuncu 3-ü 3-ə böləndə 1 edir. Və ilk ədədlər bunları edə bilərik. Bu ədədlərin də hər birini 2-yə vururuq dostlar. Birinci sətri həll edək. 8-i 2-yə vurduqda 16 edir. 16 və 3 artıq demək olar ki, hər bir şey məlumdur. 16-dan da 3 çıxdıqda 13 alınır. İkinci sətri bu üsulla yoxlayaq. 6-nı 2-yə vursaq edəcək 12. 12-dən də 7 çıxanda 5 alınır. Və görürük ki, tapdığımız riyazi əməl həqiqətən doğrudur. Üçüncü xanaya baxaq. 4 vuraq 2, cavab 8. 8-dən də 5 çıxırıq 3. Gəldik sonuncuya və cavabımızı tapaq. Onu 2-yə vuraq 20, 20-dən də 1 çıxaq, cavab 19. Beləliklə, cavabın 19 olduğunu tapmış olduq. Deməli dostlar, həll üsulumuz necə oldu? Misalların hər birində birinci ədədi 2-yə vurduq, ikinci ədədi isə 3-ə böldük. Sonda isə alınan cavabın fərqini tapdıq.